Ermənistanın baş naziri Nikol Paşinyanın silahdaşı, Vətəndaş Sazişi Partiyasının idarə heyətinin üzvü Tigran Avinyan İrəvanın meri seçilib. Avinyanın qeyd edilən posta yeganə nəmzət olması da diqqətdən qaçmayıb. Paşinyanın məhz etibar etdiyi şəxsi təyin etməsi aydın məsələdir ki, hakimiyyətini gücləndirmək məqsədi daşıyır. Bəs bu qərar sülh sazişinin imzalanmasını sürətləndirəcək, yoxsa gərginliyi? İrəvan meri seçilən Tigran Avinyanın Ermənistanın hakim partiyasından olması Paşinyan iqtidarının mövqelərinin möhkəm olduğunu bir daha göstərdi. Bu özlüyündə revanşistlərin Paşinyanı devirmə cəhdlərinin də iflasa uğradığını göstərir. Bəs görəsən İrəvan hakimiyyətini qazanma reallığı baş nazir Nikol Paşinyana sülh və müharibə məsələsində sərbəst addım atmaq imkanı verəcək? İrəvan merinin kim olması, İrəvan merinin kimin yanında olması, polisin kimin yanında olması bu olduqca vacib nüanslardandır. Bu, gələcəkdə aksiyaların icazəsinə kimin verilməsi, əlbəttə ki, İrəvan meriyası həmin aksiyaların icazəsi ilə bağlı qərar verəndir. İrəvan meriyası həmin aksiyaların hansı istiqamətdə, hansı səmtdə getməsinə də qiymət verəndir və bu aspektdən Paşinyanın mövqeləri dayanıqlı olacaqdır. Bu məqamda haqlı olaraq bir sual da ortaya çıxır. Bəs görəsən mövqeləri möhkəmlənən Paşinyan özü necə, İrəvanı qazanmasını hansı səmtə istifadə edəcək? Tigran Avinyan çıxışları zamanı siyasi bəyanat səsləndirməkdən daha çox sosial problemləri gündəmə gətirir. Bununla da başa düşmək olar ki, Paşinyan komandası diqqəti bundan sonra daha çox daxili məsələlərə yönəltmək niyyətindədir. Bəs vaxtilə başqa hava çalan Nikol Paşinyanın artıq həqiqətlə və reallıqla barışdığını söyləmək olar? Paşinyan o şəxsdir ki, Azərbaycanın ərazisini rəqəmləri də tanıyıb, Qarabağ Azərbaycanın daxili hissəsi kimi tanıyıb. Buna görə də onun hakimiyyətini davam etdirməsi və onunla sülh müqaviləsinin tez bir zamanda imzalanması bu daha belə deyək də real görünür. Nəinki hakimiyyətə gələcək yeni şəxsin demək vaxtında Azərbaycan və Ermənistan danışıqları arasındakı perspektivlər. Proseslərdən aydın olur ki, Ermənistanda Paşinyan komandasına etimad revanşist müxalifətə nəzərən daha böyükdür. Azərbaycanla müharibədəki uğursuzluqlara baxmayaraq, erməni cəmiyyəti qərbyönümlü siyasəti ilə tanınan hazırki hökumətə hələ ki etimad göstərir. Bəs Paşinyan necə? Özündə güc tapıb Azərbaycanın təklif etdiyi ədalətli sülh sazişini imzalaya biləcək? Ekspertlər hesab edir ki, Paşinyan bu addımı ata bilsə, bu onun İrəvan qələbəsindən sonra Ermənistana iqtisadi, siyasi dividendlər gətirəcək növbəti imzası ola bilər.